Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu videoda Nicat Baxışzadənin sınaq kitabından sınaq 1-in izahına baxırıq. Təbii ki, blok sınaqlarıdır uşaqlar. Ümumiyyətcə bu kitabın sınaqları çox qəşəngdir. Məsləhətim odur ki, oturun hər bir videoya diqqətlə baxın. Ən azından işləyə bilməsəniz belə videoya baxın ki, görəndə sualı təəssürat yaransın sizdə. Gəlin başlayaq. Gəlin başlayaq birinci sualdan. Bərabəryanlı trapesiyanın oturacaqları 25 və 7 cm-dir. Diaqonalı isə 20 cm-dir. Deməli, soruşur onun perimetrini. Neyniyərəm? Bərabəryanlı trapesiya çəkərəm. Yan tərəflər eyni olmalıdır. Ümumiyyətlə, mən sizə demişəm, bərabəryanlı trapesiya suallarının böyük əksəriyyəti hər iki tərəfdən, təpədən daha doğrusu, hündürlüyü endirmə ilə tapılır. Hər iki təpədən hündürlüyü endirsəm, bilməliyəm ki, qalan bu hissələrin uzunluqları eynidir. Əgər bütöv 25-dirsə, neyniyərəm? 25-dən bu 7-ni çıxaram. Bilirəm ki, orta hissəyə bura 7 düşür, düzdür. 25-dən 7 çıxaram, eləyər 18. 18-də 2 bərabər hissəyə bölsəm, burada 9 düşər, burada 9 düşər. Düzdürmü? Daha sonra, baxıram görüm mənə nə verilmişdi. Mənə verilmişdi diaqonal. Diaqonalı da 20 vermişdi. Gəlin elə bu diaqonalı çəkən fərqi yoxdur. Hansını istəsəz çəkə bilərsiniz. Bura 20-dir. Onda burada bir düzbucağı üçbucaq yaranır. Söhbət hansı düzbucağı üçbucaqdan gedir? Əlbəttə ki, gözlüyün rəng. Baxın, bu düzbucağı üçbucaqdan bəhs edirik. İndi neyniyərəm? Mənə lazımdır bunun əvvəlcə hündürlüyünü tapmaq. Bunun üçün Pifaqor quraq. Həmin düzbucağı üçbucağın hipotenuzu 20-dir. Kateti təbii ki, bu ikisinin cəmi, yəni 16-dır. O zaman hündürlüyü tapa bilərəm. Gəlin H-la işarə eləyək. Pifaqora görə hündürlüyün kvadratı üstəgəl katetin kvadratı bərabər hipotenuzun kvadratı olmalı. Buradan hündürlüyün kvadratını tapmaq üçün 20-nin kvadratına, yəni 400-dən 16-nın kvadratını, yəni 256-nı çıxaram. Yəni H kvadrat bərabər olar 144-ə. Onda hündürlüyü taparam kvadrat kökdən 12. Məndən soruşur perimetr. Hələ səbir olaq, çünki perimetri tapmaq üçün nə lazımdır? Mənim yan tərəfim lazımdır. İndi isə keçirəm artıq burada yanda qalan düzbucağı üçbucağa baxmaq. Niyə buna baxıram? Çünki yenə də vurğuluram. Mənə yan tərəf lazımdır, ona görə də bu hissə mənə maraqlıdır. Baxın, H bərabər 12, düzdürmü? İndi mənə lazımdır yan tərəf. Gəlin yan tərəfə bir dənə x deyək. Aydın məsələ ki, orada x olanda burada x olacaq. Eyni şeylər, baxın, burada yazdığım bütün şeylər burada aiddir. Onda x-i tapmaq üçün Pifaqor quraram, yazaram x-in kvadratı bərabər, x hipotenuz rolunda olduğu üçün hündürlüyün kvadratı ilə 9-un kvadratını toplamalıyam. Bu da x kvadrat bərabər, hündürlüyün kvadratı 144-dür, 9-un kvadratı da 81. Onda olacaq x kvadrat bərabərdir 225, x-i də alaram 15. Bitdi. Artıq perimetri tapa bilərəm. Perimetr bərabər 4 bir tərəfin cəmi deməkdir. Baxın, oturacaqların cəmi 7 ilə 25-in cəmidir. Yan tərəflərin cəmi isə x ilə x-in cəmidir. Yəni 2x-dir. Ona görə də o da bizə 30 verər. Yekun olaraq perimetrdə bərabər olacaq, səhv eləmirəmsə 62-yə. Cavab olacaq Y variantı. Keçək ikinci suala. İkinci sual çox maraqlı sualdır. Diqqətlə əslində baxsaz özünüzdə tapa bilərsiniz. Demək, neyinirəm? Əvvəla baxıram birinci mötərəziyə. Birinci mötərəzə dəyişən iştirak eləməyibsə, əslində bir ədəddir. Ona görə də onu bizə niyə veriblər? İşarə təyin eləmək üçün veriblər. Bəs necə təyin eləyərik? Yazıram əvvəlcə. Əvvəlcə neyinirəm? Bilməliyəm ki, 4 çıx loqaritma 2 əsasdan 17 təxminən nəyə bərabərdir? Dəqiq qiymətini çıxara bilməliyik, amma təxmini çıxara bilərik. Mən bilməliyəm ki, loqaritma 2 əsasdan 17 demək təxmini 4-dən daha böyük bir ədəddir. Niyə? Çünki loqaritma 2 əsasdan 16 belə 4-ə bərabərdir. Axı bu 17-dir burasında, 17 yazılıb, düzdür? Demək, bu 4-dən bir balaca böyük olan bir ədəddir. Yazıram. Olduğu üçün deməli, loqaritma 2 əsasdan 17 4-dən bir balaca da olsa böyükdür. İndi mən əgər 4-dən daha böyük bir ədəd çıxıramsa, nə almış oluram? Təbii ki, mənfi bir şey almış oluram. Səbəbini də aşağıda izah elədim. İndi, məsələ nədən ibarət? Əgər o mənfidirsə, bərabərsizliyi həll eləyəndə atırıq, işarənin əksinə dəyişirik. Yerdə qalacaq, bunu atandan sonra x kvadrat çıx 25, böyük bərabəri kiçik bərabər 0 eləyirik. Təbii ki, burada vuruqlara ayıraram. Bir dəfə x plus 5, bir dəfə x minus 5, kiçik bərabər 0. İndi bunun üçün mənə sıfırlar lazımdır. Bir dəfə x plus 5-i sıfıra bərabər eləyib kökü taparam mənfi 5.
Bir dəfə isə x çıx 5-i 0-a bərabər eləyib x-i taparam müsbət 5. Kiçik bərabər dediyi üçün də təbii ki, cavab o köklərin arası olur. Yəni -5-dən müsbət 5-ə qədər, yəni C variantı. Üçüncü sual kompleks ədədlərə aiddir. Demək, burada nə görürəm? Birinci kəsirdə görürəm ki, nəsə orada işlər var. Gəlin belə bir iş görək. Z kvadrat plus 4-ün yerinə z kvadrat çıx 4i kvadrat yaza bilərəmmi? Yaza bilərəm. Çünki həqiqətən də i kvadrat -1 eləyir. Bunu belə eləməkdə məqsəd nədir? Əlbəttə ki, sürətlə sadələşdirmək. Məqsədim budur. İndi gəlin belə bir iş görək. Sürəti vuruqlara ayıraq. Bir dəfə z plus 2i, bir dəfə isə z minus 2i yazıram. Məxrəcdə isə elə z çıx 2i-ni yazıram. Bərabər 5 çıx 10i. Sağ tərəflə hələ ki işimiz yoxdur. İndi bunlar ixtisar gedəndən sonra olacaq z plus 2i bərabər 5 çıx 10i. Mən nəyi tapmaq istəyirəm? Birinci kompleks ədəd tapım ki, onun real və xəyali hissəsini, həqiqi və xəyali hissəsini tapa bilim. Bunun üçün z bərabər, z-dən başqa nə görürəmsə ataram sağa. Yəni olacaq 2 sağa keçəndə 5, -10i'dən 2 çıxacam, olacaq -12i. Məndən soruşur z kompleks ədədinin həqiqi hissəsini və xəyali hissəsini. Rz bərabər olacaq i'siz hissəyə, yəni 5-ə, imz isə bərabər olacaq xəyali hissəyə, yəni -12-yə. Məndən də soruşulur onların cəmi. Yəni yekun olaraq 5 ilə -12-ni toplayacağım, cavab eləyəcək -7 A variantı. Dördüncü sual da yenə asan sualdır əslində. Düsturları biləndən sonra ümumiyyətlə tənliyi mövzusu heç də çətin deyil. Gəlin belə bir iş görək. Nə işi görək? Mən bilirəm ki, sinus kvadrat alfanın belə bir düsturu var idi. 1 çıx kosinus 2 alfa bölünsün 2. Ümid edirəm bu dərəcə azaltma düsturu hər kəsin yadındadır. Yadınızda deyilsə də qaçın gedin öyrənin. Deməli, yaxşı, mən birdən alfanın yerinə başqa bir şey yazmaq istədim. Məsələn, sinus kvadrat x bölü 2 yazmaq istədim. Onda neyəcəm? Ümumiyyətlə, düsturun mahiyyəti nə idi? Burada gördüyün arqumenti 2-yə vurub kosinusda işlədirdi. İndi mən də burada x bölü 2 görürəmsə, onu 2-yə vurub işlədəcəm. Olacaq 1 çıx kosinus, x bölü 2-ni 2-yə vuranda olacaq x bölü 2. İndi neyniyərəm? Tənlikdə bu düsturdan istifadə eləyərəm. Gəlin xətt çəkim aşağıdan ayrıca yazım. 2 vur. Həmin o, bu ifadə yerinə qoyuram o kəsiri. Yəni 2-də 1 çıx kosinus x. Bərabər misalın davamını olduğu kimi köçürürəm. Hələ ki onunla bir işim yoxdur. İndi burada ikilər ixtisar gedər. Qalar 1 çıx kosinus x bərabər kosinus 2x çıx kosinus x. Aha, burada nəsə görürsünüz. Nə görürsünüz? İslah görürsünüz. Hər iki tərəfdən kosinus x gedər. Onda qalacaq kosinus 2x bərabərdir 1. İndi bu da təbii ki xüsusi haldır. Xüsusi halda arqument bərabər. Kosinusun xüsusi halı dövrü yenə də onsuz 2 pika olacaq, o heç. Fikirləşirsiniz ki, kosinus oxu, yəni apsis oxu nə zaman 1 alırdı? Alırdı 0 dərəcədə. Yəni 0 üstəgəl 2 pika deməkdir əslində. Yəni uzun sözün qısası birbaşa 2 pika yaza bilərəm. Bu 2x-in qiymətidir, unutmayaq. Mən x-i tapmaq istəyirəmsə hər tərəfi 2-yə bölərəm, olar pika. Yəni cavab olacaq pika və yaxud da pn də deyə bilərik, olacaq Y variantı. 5-ci sual yenə gülməli sualdır. Bizə verilən ifadəni əvvəlcə gəlin biraz sadələşdirək. Baxın, burada nə görürəm? Mənfi x çıx y. Gəlin orada belə bir iş görək. Mən oradan mənfi bir qarşıya çıxarsam, içəridə nə qalar? X plus y qalar, düzdürmü? O zaman prosesi davam elətdirirəm. Baxın, burada da x plus y görürəm, burada da x plus y görürəm. Yerinə nə yaza bilərəm? Əlbəttə ki, yerinə həm bunun, həm də digərinin 0,6 yaza bilərəm. Özünü mənə verib. Olacaq 0,6. Üstəgəl 2-də 1 vur, mənfi 1 vur, 0,6. Biraz daha sadələşdirsək 0,6. Baxın, bu mənfi 1 olduğu üçün, baxın, yekun olaraq bu hasili hesablayanda cavab olacaq mənfi. 2-də 1-i 0,6-ya vuranda da 0,6-ını 2-yə bölmək deməkdir deyə 0,3 eləyər. Onları da bir-birindən çıxsaq, elə qoyun buradan yazın. Cavab eləyəcək 0,3. Yəni çox rahat misaldır. Yəni bu blok ümumiyyətcə blokda bəlkə də görə bilməyəcəyiniz tiplərdən. Eyb yox yəni. 6-cı suala keçək. 6-cı sualda nə deyir? Törəmənin həndəsi mənasına aiddir bu sual. Deyir ki, fx funksiyasının qrafikinə absisi x0 olan nöqtədə çəkilən toxunan
söhbət bu toxunandan gedir, bu düz xəttdən gedir. Deyir o x və o y oxlarına uyğun olaraq filan nöqtələrdə kəsib. Aha, o x oxunu bu nöqtədə kəsib. Bilirik ki, x oxunu kəsəndə nə olurdu? Funksiyadan bilirik ki, ordinat 0 olurdu. Demək istəyir ki, bu nöqtə, daha doğrusu bu nöqtə x oxun kəsdiyi nöqtənin koordinatı 4-dür. Zaten şəkildə verib. Digər tərəfdən y oxun kəsdiyi nöqtə bu aşağıda kəsib, düz xəttdən söhbət gedir. Mənfi 2 də kəsib. Onu da onsuz verib. Şəklin üstündə verib. Bizdən soruşub törəmən. Neyniyərəm? Əlbəttə ki, mən bilməliyəm ki, f'(x0) demək elə k-nı tapmaq deməkdir. Mən sizə demişdim ki, bu şeyi çox işlədəcəyik. Biz ona görə nəzərinizdə olsun. Bəs k-nı necə tapa bilərəm? Əlbəttə ki, əlimdə əgər belə deyək, düz xətt üzərində olan iki nöqtənin koordinatları varsa, bu düsturdan istifadə edə bilərəm. y2 çıx y1 bölünsün x2 çıx x1. Əslində fizika bilənlər bunu, yəni birinci qruplar daha yaxşı bilir ki, siz bilirsiniz ki, y bərabərdir kx-də. Demək, k-nı tapmaq üçün nə edirik? Y bölü x-ə. Bu da əslində delta y-i delta x-ə bölmək deməkdir. Deltanın nə olduğunu fizikada anlayış olunan lap yaxşı bilir. Dəyişmə deməkdir. Ona görə də delta y-in yerinə y2 çıx y1, delta x-in yerinə də x2 çıx x1 qoyanda belə bir düsturumuz alınırdı. Bu da hansı bölmədə idi? Bunu hər yerdə keçmişdik. Koordinatlar metodunda da keçmişdik. Düz xəttin tənliyində. Ondan əlavə xətti funksiyada da bizə lazım olurdu. Neysə, indi əlimdə hər şey var. Mənə verilən nöqtələr ki var, 4, 0 və 0, -2, onlar uyğun olaraq x1, x2, y1, y2 bu nöqtələrdir. Gəlin yerinə qoyaq. Baxın, bu birinci nöqtə olsun x1, y1 koordinatları. Bu isə olsun x2, y2. Düzdür. İndi gəlin yerinə qoyaq. Y-lər çıxaq bir-birindən, -2 çıx 0. X-lər çıxaq bir-birindən, yəni 0 çıx 4. Bu da mənə verəcək nəyi? Demək, sürət olacaq -2, məxrəc olacaq -4, bir-birinə böləndə 2-də 1 eləyəcək, yəni 0,5. O da olur B variantı. Yəni o dəqiqə, qrafik var, törəmə var, çətindir, qaçım gedim gizlənim, elə söhbət yoxdur. Çünki çox rahat sualdır. Baxırıq növbəti suala. Bu da yenə şifahi rahat buraxılış səviyyəli sualdır. Deyir, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median. Düzbucaq təpəsindən çəkilən medianın rolu nə idi? Deyirdik ki, bir dənə onu M-lə işarə eləsək, o hipotenuzun yarısına bərabər olurdu. Gəlin belə eləyək, ümumi hipotenuza bir dənə S deyək. Onda M bərabərdir, S böl 2 yaza bilərəm. Yaxşı, məndən daha sonra nə soruşur? Bu üçbucağın xaricinə çəkilən dairənin sahəsini tapın. Xaricinə çəkilən dairənin sahəsi pi böyük R kvadratı ilə hesablanır, düzdürmü? Yəni, mənə böyük R lazımdır. Bəs böyük R hardan tapım? Əlbəttə ki, böyük R elə özü eynən median kimi S bölü 2 ilə tapılırdı. Mən bu düsturu deməkdən yorulmuşam. Ümumiyyətlə, S bölü 2 iki şeyin düsturudur. Bir, düzbucaqlı üçbucaqda onun xaricinə çəkilən çevrənin radiusu, digəri isə düzbucaq təpəsindən hipotenuza çəkilən medianın düsturu. İkisi də eyni şeydir. Onda olacaq pi vur. Pi vur. R'in yerinə qoyacağım. S bölü 2'nin kvadratı. Olacaq pi S kvadrat bölü 4. Düzdürmü? İndi S'nin yerinə nə qoyacağım? Əgər median 7 idisə, bir dənə baxın, median 7 idisə, S onda, hipotenuz onda 14 imiş də. Gəlin onda yerinə qoyaq. Pi vur 14'ün kvadratı. Demək, bölünsün 4. O da 7 bölü 2'nin kvadratı olacaq 49 pi. Hesablasanız 49 pi eləyəcək. Yəni B variantı. Bu da artıq getdi. Baxıram 8-ci suala. Şərti o bir səhifədə qaldığı üçün burada qeyd eləmişəm. Bildirir ki, silindirlər oxşardır. F1'in, daha doğrusu F1 nə idi? S1. Bu figurun, F1'in düz yazmışam da. F1 nə işarə ediblər? F1'in bizdən soruşur yan səthinin sahəsini. İndi baxırıq nəyə? Burada radiusları görürəm. 2 və 3. Demək ki, birincinin radiusunun, ikincinin radiusunun nisbəti 2'nin 3'ədir. Düzdür, balacanın böyüyə nisbəti. Onda belə çıxır ki, bizim k-mız 2 bölü 3'dür. Çünki radiusdan nisbəti mənə k-nı verirdi. Bəs sahələr nisbəti nəyi verir? Yazıram. S1 bölü S2. O da bizə verəcək k-nın kvadratını. Yəni, olmalıdır 9'da 4. İndi sahələr nisbəti əgər 9'da 4 olmalıdırsa, yazaram S1'in yerinə. S1'i bilmədiyim üçün elə S1.
S2-nin yerinə yazaram 54 pi bərabər 4 böl 9. Belə bir tənasüb aldım. Gəlin çarpaz vurub hesablayaq. S1 bərabərdir 54 pi-ni vuraram 4-ə, çarpaz şəkildə bölərəm 9-a. Burada da 9 ilə 54 ixtisar getsə 6 qalacaq. 6-nı da 4-ə vursaq 24 pi almış olarıq. Cavab olacaq Y variantı. Çətin sual deyildi. Sonra baxaq 9-cu suala. Yenə loqaritmik bir tənliyi var. Tənliyin köklərin hasilini tapmaq tələb olunur. Neyərəm? Birincisi. Bizim bir qaydamız var. Burada mən onu tətbiq eləyəcəm. Söhbət hansı qaydadan gedir? Y üstündə loqaritma y əsasından hər hansısa bir x olsa, bu bizə verməlidir elə x-in özünü. Burada y'lər gedirdi, qalırdı x. İndi bu qaydanı necə tətbiq eləyəcəyik? Sağ tərəfə, bərabərliyin sağ tərəfinə. Deməli, belə bir iş görürəm. Yazıram loqaritma 3 əsasdan 12 çıx 3 üstü x. Bundan işim yoxdur. Sağ tərəfdə bilirəm ki, y üstündə əslində o loqaritma y əsasdan 3 çıx x deməkdir. Düzdürmü? İndi bunu tətbiq eləsək, bunlar y'lər getsə, mən yaza bilərəm də loqaritma 3 əsasdan həmin ifadəni olduğu kimi saxlayaram. Bərabər eləyərəm, y'lər gedəcək üçün sadəcə 3 çıx x-ə. Düzdürmü? Bu artıq oldu bir loqaritmik tənliyə gəldi bizim bildiyimiz sadə formada. Mən nə edirdim? Loqaritmik tənliyi həll eləyəndə yazırdım, burada yuxarıda olan ədəd bərabərdir. Bu üstündə bu. Qüvvət şəklində yazırdıq, düzdürmü? Onda mən yaza bilərəm ki, 12 çıx 3 üstündə x bərabərdir. 3-ün qüvvətində bu ifadə, yəni 3 çıx x. Bundan sonraki mərhələ artıq üstlü tənliyi həll eləməkdir və necə həll eləyərəm? Harada çıxma görürəmsə onu biz bölməyə keçirə bilərik. Yazaram ki, 12 çıx 3 üstü x bərabərdir. Bu əslində 3 üstü 3-ü 3 üstü x-ə bölmək deməkdir. Yəni 27 böl 3 üstü x yaza bilərəm. Yəqin ki, bundan razıyım. Bundan sonra nə edərəm? Hər tərəfi 3 üstü x-ə vura da bilərsiniz. Və yaxud da 3 üstü x-ə bir dənə t əvəzləməsi eləyib, ondan sonra hər tərəfi t-yə də vura bilərsiniz. Heç bir fərqi yoxdur. Davamını hardan yazaq? Davamını yazaq sağ tərəfdən. Baxın, qeyd edirəm. Davamı. Bir dənə 3 üstü x-ə t əvəzləməsi eləyirəm. Belə olanda daha rahat gözə görünür. 12 çıx t bərabərdir 27 böl t. Düzdürmü? İndi nə edərəm? Hər tərəfi t-yə vuraram. Hər tərəfi t-yə vuraq. Olacaq 12t çıx t kvadrat bərabərdir 27. Düzdür? Hər şey ataram sol tərəfə, çünki kvadratik tənlikdə belə olmalıdır. Əslində olur mənfi t kvadrat, üstə gəl 12t çıx 27 bərabər 0. Əslində belə olur. Amma biz işarəni dəyişək ki, rahat diskriminantdan istifadə edə bilək. Hamısının işarəsini əksinə olaraq dəyişirəm. Buradan da artıq Viet teoreminə görə yazıram Viet. Viet teoreminə görə bilməlisən ki, köklərin cəmi, yəni t1 ilə t2-nin cəmi burada duran ədədin əksi, yəni müsbət 12 olmalıdır. T'lərin hasili isə sərbəst ədəd, yəni 27 olmalıdır. Okey, beləliklə T1, T2-ni taparam. Hardan yazım? Yazıram T1 bərabər. Kökün biri olacaq 3, digəri isə olacaq 9. İndi T'ni tapmaq cavabı tapmaq demək deyil. Çünki mən kökləri, yəni x-i tapmalıyım. Əvəz etmə nəyə demişdim buna? 3 üstü x-ə demişdim. Düzdür? Gətirirəm, qaytarıram, yerinə qoyuram. Fikir verin. Bir dəfə 3 üstü x-i bərabər edirəm 3-ə ki, buradan x olur elə 1. Bir dəfə isə 3 üstü x-i bərabər edirəm 9-a, x də olur 2. Məndən də soruşurdum, nə? Köklər hasili. İndi bir də fikir verək, kökləri yoxlayaq görək hələ ödəyirmü? 1 və 2 kökləri loqaritmanın bu hissəsində yerinə qoyanda onsuz da müsbət olduğu üçün, ödədiyi üçün hər iki kök götürə bilərəm. Çünki 3 üstü x birində 3 eləyəcək, birində 9. Çıxanda uzun sözün qısası, bura ikisində də müsbət olur. Ödəyir, yəni hər iki kök. Məndən köklər hasili soruşurdu sonda. Sıqışdıra bilsəm bura. Gəlin x1, x2 yazaq indekslərini. Axırda x1 vur x2 bərabərdir. 1 vur 2 cavab olacaq 2. Yəni C variantı. Buradan yazaq. Yenə növbəti sual çox maraqlı sualdır. M parametrinin hansı qiymətində tənliyin köklərinin kvadratlar cəmi, yəni x1 kvadrat üstə gəl x2 kvadrat cəmi deyir ən kiçik qiymət alar. Mən nə demişəm sizə? Dəyişənin hansı qiymətində tipli suallarda
Axırda yazılan ən kiçik, ən böyük sözü səni çaşdırmasın. Səndən əslində soruşulur emi. Yekundakı, ən axırdakı emi deyirəm, hələ indi ora çatmamışıq. Gəlin əvvəlcə bu ifadəni sadələşdirək. Görək bu nə deməkdir? Bunu vietlə təbii ki sadələşdirdim. Köməkçi demək, müxtəsər düsturu ilə görə x1 plus 2x2-nin kvadratı çıx 2x1 x2 kimi yaza bilərəm. O zaman bərabər biraz daha sadələşdirəsi olsam nə yaza bilərəm? Cəmin yerinə qoyacağım burada duran ədədin əksini. Amma onsuz da üstündə kvadrat var deyə elə fərqi yoxdur. Yəni 2m çıx 5 və yaxud da 5 çıx 2m fərqi yoxdur. Üstündə kvadrat qoyanda onun onsuz da müsbətləşdirəcək. 2 vur. Hasilin yerinə qoyuram buradakı mənfi 2m-i. Bərabər. Bunu biraz sadələşdiririk. Təbii ki, müxtəsər lazım olacaq bu hissədə. Olacaq 4m kvadrat. İndi bunların hasilini 2 misli. Hasilləri 10m eləyir. Hasilin 2 misli olur 20m. Üstə gəl 5'in kvadratı eləyir 25. Son olaraq mənfi 2'ni mənfi 2m'ə vuranda olacaq müsbət 4m. Bərabər. Biraz daha sadələşdirsək 4m kvadrat mənfi 20m üstə 4m gələndə mənfi 16m və ən axırda plus 25. Belə bir ifadə aldım. İndi mənə lazımdır bu ifadənin nə zaman, m-in hansı qiymətində ən kiçik qiymət alması? Budur mənim maraqlı olan. Ən kiçik qiymətin özünü sorursam, desək ki, bu tənliyin köklərin kvadratları cəminin ən kiçik qiymətini tap, sən taparsan n-ni. Amma bu tip suallarda sən tapırsan m-i. Dediyim kimi açarsınız hansı qiymətindədir. M bərabərdir mənfi b bölü 2a düsturuna görə yazaram ki, b özü mənfi 16'dır. Mən onun əksini, yəni müsbət 16 yazıram. 2a deməkdir, 2'ni 4'ə vurmaqdır. Bunu da cavab eləyəcək 2. Cavab olacaq C. Qutardı, getdi. Baxaq 11-ci suala. Sizin üçün şəkil çəkmişəm 2 dənə müstəvi. 60 dərəcə bucaq altında kəsişən 2 müstəvimiz var. Əslində bunu belə də ikiyüzlü bucaq kimi də kəsə bilərsiniz. Və yaxud da ki, belə bir-birinin içindən də keçirə bilərsiniz. Amma ki, belə keçirəndə böyük ehtimal ki, sizi çaşdıracağım üçün ucuza qoymuşam. Kitab kimi, yəni ikiyüzlü bucaq kimi. İndi nədir? Bunların arasındakı bucaq 60 dərəcədir. Düzdürmü? Kitab sanki 60 dərəcə kimi açılıb. Buraya yazıram bir dənə 60 dərəcə. Çöldən yazıram içəridə çünki iş görəcəyik. Daha sonra deyir ki, iki müstəvidən birinin üzərində götürülən nöqtə. Hər hansısa biri. Məsələn, bunun üstündən bir dənə nöqtə götürdüm. Bu nöqtə. Deyir ki, həmin nöqtədən onların kəsişmə xəttinə qədər məsafə 10 kökdə 3'dür. Kəsişmə xətti bəs nədir? Əlbəttə ki, bu qara nöqtədə kəsişiblər. Kəsişmə xəttinə qədər məsafəni çəkərəm. İkisinin iki müstəvi orada kəsişir bax. Çəkirəm belə bir məsafəni. Deyir bu məsafə 10 kökdə 3'dür. Üstünə yazıram 10 kökdə 3. Daha sonra deyir ki bu nöqtədən, yəni həmin mavi nöqtədən digər müstəviyə qədər məsafə. Digər müstəviyə qədər məsafə deyirsən, əlbəttə ki mən perpendikulyar şəkildə endirməliyəm o məsafəni. Baxın bu endirdiyim perpendikulyardır. Daha sonra bunların ucunu birləşdirirəm. Buradan şəkildən nə dərəcədə aydın görəcəyinizi bilmirəm. Çünki beyninizdə siz onu canlandırmalısınız. Bu perpendikulyardır. Bax bu perpendikulyardır. Tamam mı? İndi bizdən soruşub bu məsafəni yazıram x. Baxın, bura 60 dərəcədirsə, təbii ki, bu düz bucaqlı üst bucaqda burada 60 dərəcə olmuş olur. Həmin düz bucaqlı üst bucağı kənarda ayrıca çəksəm, belə bir əslində görüntü olmuş olacaq. Baxın bir dənə. Deməli, perpendikulyar olan hissə x buranı soruşur bizdən. Bura 10 kökdə 3'dür. Burada 60 dərəcə. Burada təbii ki 30 olur onda. Onda nə tətbiq eləyə bilərəm qaydalardan? Əlimdə nə var, nə yox? Baxın, hipotenuz 10 kökdə 3 isə 30'un qarşısına duran qayda da onun yarısı olur. Yəni 5 kökdə 3 olur. X isə 60 dərəcənin qarşısında durduğu üçün 30'un qarşısında duranın kökdə 3 hissəsidir. Yəni 5 kökdə 3'ü kökdə 3'ə vurarım. O da 5 vur. Kökdə 3'ü kökdə 3'ə vuranda kökdə 9. Yəni 3 elədiyi üçün cavab olar 15. D variantı. Bitti. Baxırıq 12-ci suala. 12-ci sual limit sualıdır. Necə işləyərik bu sualı? Əslində 2 yolla izah eləyə bilərəm. Gəlin ikisini də izah eləyim. Deməli, birincisi siz bilirsiniz ki, burada x-in yerinə aparıb 3 qoyanda sürətdə də 0 alınır, məxrəcdə də 0 alınır. 0/0 tipli sualları əslində ya l'hôpitalla həll eləməlisiniz, yəni həm sürətin, həm məxrəcin törəməsini tapıb işləməlisiniz, ya da ki qoşmasına vuraraq. Qoşmasına vuraraq bəlkə də daha uzun və sıxıcıdır. L'hôpital məncə daha rahatdır. Yazıram l'hôpital. L'hôpitalı nə zaman işlətdik? 0/0 olanda. Deməli, nə edərəm? Sürətində, məxrəcində törəməsini taparam. Yazıram limit x yaxınlaşır 3'ə.
İndi kəsr xətti çəkirəm. Artıq sürətdə gördüyüm x kvadrat çox 9-un yerinə onun törəməsini yazıram. 2x qutardı, getdi. Məxrəcə keçirəm. Məxrəcdə belə bir ifadə var. Bax, kök altında x çıx 2-nin törəməsi nədir? Ümumiyyətcə kök altında x-in törəməsi nə idi? 1 böl 2 kökdə x, düzdürmü? İndi məndə x-in yerinə x çıx 2 durub, düzdür? Onda törəməni belə yazaram. 1 böl 2 kök altında x çıx 2, bir də x çıx 2-nin törəməsinə də vururuq. X çıx 2-nin törəməsi zaten 1 elədiyi üçün da 1-ə vurmağın mənası yoxdur. Bir də çıx 1, o çıx 1-in törəməsi zaten 0 elədiyi üçün yazmaya ehtiyac yoxdur. Bunu biraz gözəlləşdirsək, əslində vacib deyil gözəlləşdirmək, amma bu məxrəc təbii ki yuxarı qalxsa, əslində olacaq limit. Hər dəfə qarşıda limit yazmağı unutmuruq. Olacaq 2x vurulsun, 2 vur, kök altında x çıx 2. Məxrəc də 1 olduğu üçün da yazmıram. Bərabər. İndi x-in yerinə 3 qoyaq, görək nə alınır. Olacaq 2 vur 3, vur 2, vur kök altında 3 çıx 2. Yəni olacaq, bu qiyməti eləyir, deməli 12. Bu da kökdə 1-dir zaten. Cavab olacaq ona görə də elə müsbət 12, yəni D variantı. Bu olur bizim birinci üsulumuz. İkinci üsulumuzda nədir? Onu da göstərim. İkinci üsulda isə qoşmaya dedik ki, vurub bölmə ilə hesablayacaq. Biraz daha uzun olacaq, amma eybi yox. Gəlin baxaq. Əgər bu üsul sizə maraqlı deyilsə, videonu qabağa çevirə bilərsiniz. X yaxınlaşır 3-ə. Uzun bir dənə kəsr xətti çəkirəm. Nə edirəm? Qoşma dediyim nəyin qoşmasıdır? Əlbəttə ki, məxrəcin qoşmasından danışıram. Kök altı hardadırsa orada olur. İndi x çıx 2 çıx 1. Belə bir ifadə var məxrəcdə. Bunun qoşması olacaq. Ortadakı işarəni dəyişirik, plus 1 edirik. İndi nə edirəm? Bax, surətdəki mənə verilən ifadənin olduğu kimi yazıram. Bu qoşma ki var, bu qoşmanın eynisini sürətə də yazıram. Uşaqlar nə edir? Götürüb bunu təkrar ixtisar edirlər. Xeyr, onu özün yazmısan. Niyə təkrar ixtisar eləyəsən ki? İndi bunu yazmaqda məqsəd nədir? Məxrəcdə kvadratlar fərqi yaratmaq. Kvadratlar fərqi yaratsam, olacaq kök altında x çıx 2-nin kvadratı, bir də çıx 1-in kvadratı. Sürətdəki ifadəni isə olduğu kimi yazıram. Belə bir ifadə almış olarım. Bərabər. Növbəti addımda nə edərəm? Artıq bundan sonra biraz daha sadələşdirə, eybi yox. Limit x yaxınlaşır 3-ə. Məxrəc nə edərəm? Baxın bir dənə məxrəcə. Məxrəcdə x çıx 2-nin kvadratı, kök kvadratı atar, qalar x çıx 2, bir də çıx 1. Yekun olaraq x çıx 3 oldu məxrəcdə. Sürətdə isə elə bayaq olduğu sürəti kopyalayıb təkrar yapışdırsaq, təkrar yazmağa ərindiyim üçün bərabər. İndi artıq nəyə fikir verirəm? Fikir verirəm ki, burada nələrsə ixtisar gedir. Nəyə ixtisar gedir? Əlbəttə ki, x çıx 3 mötərəzəsi. Bunun ixtisar eləsə müsbət olan versiyası nə qalacaq? Qalacaq limit x yaxınlaşır 3-ə. Sadəcə sürətdə qalacaq x plus 3, bir də həmin o kök altında x çıx 2 plus 1 olan mötərizə qalacaq, düzdürmü? İndi son olaraq bəli, x-in yerinə 3 qoyaram, olacaq 3 plus 3 vurulsun, kök altında 3 çıx 2 plus 1. Yəni olacaq 6 vurulsun, 1 plus 1. Bu da 6-nı 2-yə vurmaq deməkdir, cavab olacaq 12. Belə olan halda da yenə də eyni cavab alınır. 13-cü suala baxaq. Bu sualın da rahat yolu ilə izahını demək istəyirəm. Əslində intervallar metodu ilə də yazıla bilər. Necə yazırsınız intervallar metodu ilə? Bunu sıfıra bərabərlik kökləri tapırsınız. Modul x bərabər 3 olur. Kökün 1 olur müsbət 3, 1 olur mənfi 3. Digər tərəfdən bunu da götürüb sıfırlarını tapırsınız, köklərini tapırsınız. Edir 5 ilə mənfi 4. Onu da yenə intervallar üzərində qeyd edirsiniz. Yəni uzun sözün qısası ədəd oxunda saydığım bu 4 dənə kökü qeyd edirsiniz. Daha sonra intervallara bölürsünüz. Ürəyiniz istəyən bir dənə aralıq seçirsiniz. O aralıqda sağ-sol işarələr falan təyin edirsiniz və yekunda kiçik bərabər 0 olan hissəni götürürsünüz. Yəni okey, bu tutduq. Əla, möhtəşəm. Amma bir məsələ var, biraz daha uzun gedir. Gəlin daha rahat yoldan neyiniyək? Birincisi mən bilərəm ki, kök altı ifadə görürəm. Kök altı ifadə bilirəm ki, heç vaxt mənfi olmaz, ancaq müsbət olmalı. Onda kökün altında olan ifadəni götürürəm böyük bərabər 0. Yəni modulda x 3-dən böyük bərabər olmalıdır. Bu da modul bərabərsizliyi deməkdir. Yəni nə deməkdir bu? X-in modulu əgər 3-dən böyük bərabərdirsə, x ya 3-dən böyükdür, ya da x mənfi 3-dən kiçikdir. Düzdür?
Yəni heyətdə həll edirik. Bir dəfə x böyük bərabər 3, bir dəfə isə x kiçikdir mənfi 3. Böyükdür işarə olan heyətdə həll edirik. Uzun sözün qısası bunun cavabı gedəcək nəyə? Mənfi sonsuzluqdan mənfi 3-ə ki bu bunun cavabıdır. Birləşsin, mötərizəmiz düz mötərizədir. 3-dən müsbət sonsuzluğa. İndi digər tərəfdən baxıram ikinci mötərizəyə. İkinci mötərizədə isə əgər bilirəm ki bu həmişə müsbət olan bir şeydir. İkinci mötərizə gərək həmişə mənfi olsun da. Düzdürmü? Kiçik bərabər 0 olmalıdır. Ona görə yazıram x kvadrat çıx x çıx 20. Kiçik bərabər 0 olmalıdır. Bunu da köklərini bilirəm axı. Bilirəm ki bir dəfə x minus 5, bir dəfə x plus 4 belə bu şəkildə vuruqlara ayırsam. Bu da o deməkdir ki bizim x'imiz hansı aralığa daxildir? Köklər mənfi 4 və 5 olduğu üçün olacaq mənfi 4 ilə 5-in aralığı. Yəni bunu tapmışıq. Hansı ki bunu da əslində belə yazsam yaxşı olardı. X daxildir bu aralığa. Yəni bir budur, bir də budur. İki dənə əlimizdə informasiya var. İndi nə etməliyəm mən? Bunların ikisini nə etməliyəm? Ortaq olaraq hər ikisi üçün ödənməlidir deyə yekun olaraq kəsişdirməliyəm. Kəsişmə. Yəni ortaq olanlar nələrdir? Mənfi 4 ilə 5 aralığına düşsün istəyirəm və bu aralığa da düşsün istəyirəm. Təbii ki tam həllər nələr olacaq? Normalda bu aralığa mənfi 4-dən 5-ə qədər olan bütün tam ədədlər daxildir. Amma mən lazımdır ki bu aralığa düşsün. Yəni mənfi 3-3-ün arasında olmasın. Ona görə də kəsişmə olacaq mənfi 4-dən mənfi 3-ə qədər 1. Bir də birləşsin. 3-dən də 5-ə qədər 1 olur. Yenə də deyirəm. Çünki mənfi 3 ilə 3 aralığı bizə imkan vermir. Onu götürə bilmirik. Bitdi. Bu aralıqda olan hansı tam ədədlər var? Mənfi 4, mənfi 3, sonra müsbət 3, müsbət 4, bir də müsbət 5 var. Bunların cəmin soruşur deyə bunlar zaten islah gedəcək. Bir dənə qalacaq 5. Cavab olacaq B variantı. Bitdi. Gəlin baxaq 14-cü suala. Bizə deyir ki x, y, z mənfi ədədləri üçün bu bərabərlik ödənilir. Nə yazaram? 2x bərabər 3y bərabər 4z. Bunlar hamısı gəlin bir dənə elə bir ədəd bərabər eləyək ki x, y, z oradan tam olaraq çıxara bilək. Bizim üçün rahatlıq olsun deyə. 2, 3, 4-ün əkobu nədir? 12. Ona görə gəlin bunu bir dənə 12 tutaq ki k-ya bərabər eləyək. Belə olan halda mən x, y, z-i hər birisini ayrı-ayrı tapa biləcəm. Olacaq x bərabər 6k, y bərabər 4k, z də bərabər 3k. Düzdürmü? Yəni bir dəfə 2x 12k-ya bərabər edirəm, bir dəfə 3y 12k-ya bərabər edirəm, bir dəfə də 4z 12k-ya bərabər edirəm. İndi yaxşı, burada nəyi görürük biz? Görürük ki x, y, z bunların içində ən əslində böyüyü x-dir. Əslində 6k böyük kimi görünür də, düzdürmü? Y ondan balaca, z isə balaca. Amma mənfi ədədlərin müqayisəsi tərsinə olduğu üçün mən belə yazaram, düzdür? Yəni işarənin tərsini dəyişirəm. Z-ən böyük olur. Mənfi ədədlərin müqayisəsi tərsinə idi çünki. Məsələn belə deyək də mənfi 2, mənfi 8, mənfi 6 belə müqayisə eləmirik. Bu da onun kimi bir şey. İndi nəysə. Bunu tutandan sonra modulları rahat-rahat aça bilirsiniz. Ən əsas məsələ burada bunu tutmaq idi. Onda nə edəyərəm? Bax, gəlin bir-bir modulları yazaq. Modulda x minus z. Modulda x minus z. Deməli, əgər mən deyirəmsə ki, x bunların içində ən kiçiyidir, sən kiçik həddən belə çıxanda bu olacaq mənfi. Üstünə yazıram mənfi. Daha sonra plus modulda y çıx z var. Daha doğrusu y çıx x var. Kiçikdən, daha doğrusu y daha böyüdür. Böyükdən kiçiyi çıxıb, bu olacaq müsbət. Ondan sonra çıxılsın. Z-dən y çıxıb. Ən böyük ədəddən daha kiçiyini çıxıb, düzdür? Bu olacaq təbii ki, müsbət. Son olaraq çıx, x çıx y. X-dən y çıxıb. Ən kiçik ədəddən daha böyüyünü çıxıb. Yəni olacaq mənfi. Bərabər 4. Gəlin biraz daha sadələşdirək. Mənfi olan əksindən açılacaq. Yəni x çıx z-dir, z çıx x. Müsbət olan olduğu kimi, yəni y çıx x çıx. Bu da müsbətdir, olduğu kimi. Yəni z çıx y. Sadəcə mötərizədə yazaq ki, qabağındakı mənfi bizi çaşdırmasın. Çıxılsın. Bu mənfidir deyə y çıx x kimi açılacaq. Biraz daha sadələşdirsək, görək başımıza nə gəlir? Z çıx x plus y minus x. Mötərizəni açaq. Çıx z plus y, bir də çıx y plus x bərabər 4. Ümid edirəm bu misalı bura sığışdıra bilərik. Burada nə alacağım? Görək nələr islah gedir. Bir dənə diqqətli olaq. Kimlər gedir? Bax, bu y-lər gedər. Bu z-lər də gedər. Başqa kim qaldı? Bu x-lə bu x-i aparsam, qalacaq y çıx x bərabər 4. Məndən nə soruşulur? Soruşulur x, y, z cəmi.
Gəlin əvvəlcə belə bir iş görək. Y-in yerinə k-larının qiymətlərini qoyaq. Y-in yerinə qoyaram 4k, x-in yerinə qoyaram 6k. Çıxıb bərabər eləyərəm 4. Olacaq mənfi 2k bərabər 4, k-nı alaram mənfi 2. İndi məndən x-i ilə z cəmini soruşmur. Yazıram x üstə gəl, y üstə gəl z. Əslində nə deməkdir? 6k, 4k və 3k-nı toplamaq deməkdir. Hansı ki bu da 13k edir. Mən 13k-nı tapmaq üçün 13-ü vuraram mənfi 2. Cavab olacaq mənfi 26. D variantı. Baxaq 15-ci suala. Böyük ihtimal ki bu sual tipini bir çoxunuz ilk dəfə görürsünüz. Əslində qayda bilənlər bunu yaza biləcək. Söhbət nədən gedir? Siz bu ədədi bir dənə x kimi düşünün. Məxrəci x olan neçə düzgün ixtisar olunmayan kəsir var soruşanda nə deyirdik? Bəzən cümlədə sözlərin yeri dəyişə bilər. Məsələn, belə deyə bilər. Məxrəci x olan neçə ixtisar olunmayan düzgün kəsir var deyə bilər. Yəni düzgün kəsirlə ixtisar olunmayan sözlərinin yerini dəyişə bilər. Fərqi yoxdur. Qayda nədən ibarət idi? Həmin o dediyi x ədədini sadə vurğulara ayırırdıq. Orada sadə bölənləri tapırdıq ABC-ni. Və həmin x ədədini vururduq. 1/1 böl a-ya, 1/1 böl b-yə və 1/1 böl c-yə bu şəkildə davam edirdi. İndi mötərizələrin sayı təbii ki bölənlərin sayına asılı olaraq sadə bölənlərə görə dəyişə bilər. Burada bizdə ABC rolunda olan, yəni sadə bölənlərin yerində duran 2, 3 və 5-dir. Ədədimizin özü isə m-dir. Demək, qaydaya görə nə etməliyəm? Ədədin özünü, m-i götürüb vurmalıyam. 1/1 böl a-ya, yəni 1 böl 2-yə. ABC yenə də vurğuluram. Baxın, buradakılardır. Vurulsun 1/1 böl 3. Vurulsun 1/1 böl 5. Bərabər. Bunu əslində sadələşdirsək, olacaq 2-də 1, yazaq da gəl. M vur 2-də 1, vur 3-də 2, vur 5-də 4. Bərabər olacaq nə? 15-də 4M. İndi bunu aldıq. Bu bizə nəsə verilmişdi. Verilib ki 480-ə bərabərdir. Gəl bərabər eləyək 480-ə. Gəl buradan M-i tapaq. M-i tapsam, çarpaz bir dənə vuraq bunu. Olacaq 4M bərabərdir. 15 vur 480. Hər tərəfi 4-ə bölsəm, M bərabərdir. 15 vur 480 4-ə böləndə 120 eləyir. Yəni M olacaq 1800. İndi məndən nəyə soruşur? Deyir ki, olarsa ABC cəmini tap. Tapaq. Əvvəla ABC-ni tapmaq üçün mən nə etməliyəm? Ədədimi tapıram da. Bildim ki, ədədim 1800-dür. 1800-ü sadə vurğulara ayırmalıyam ki, görüm ki, o qüvvətlər nədir? Sadə vurğulara ayıranda, indi siz xət çəkib bir-bir ayıra da bilərsiniz. Mən bilirəm ki, bu 18 vur 100 deməkdir. Yəni, əslində, eyb yox, gəl yazaq. 18 vur 100, birbaşa da yaza bilərdik. 18 özü 2-ni 3-ün kvadratına vurmaq deməkdir. 100 özü isə 2-nin kvadratından 5-in kvadratının hasilidir. Yekun olaraq sadələşdirsək, 2 üstündə 3, 3-ün üstündə 2, 5-in üstündə 2. Bu şəkildə olur. İndi, mənim qüvvətlərim nədir bəs? A çıx 2, B plus 3, C minus 4. Uyğun olaraq, yenə də vurğulayıram. Bu olmalıdır A çıx 2, bu olmalıdır B plus 3, 5-in üstündəki isə C plus 4. Gəlin yazaq. A minus 2-ni bərabər eləyirəm 3-ə. Buradan A-nı alıram 5. Sonra B plus 3'ü bərabər edirəm 2-yə. Buradan B-ni alıram mənfi 1. Bir də C minus 4'ü bərabər edirəm 2-yə. C-ni də alıram 6. Məndən daxildə soruşulur ABC cəm. ABC cəmini tapmaq üçün da yazacağım 5 plus mənfi 1 plus 6. Cavab eləyəcək müsbət 10. D variantı. Baxırıq 16-cı suala. Yenə maraqlı bir sual. Deyir, bu tənlik bir dəyişənin xətti tənliyidir. Bir dəyişənin xətti tənliyi nə demək? Adından görünür kimi bir dənə dəyişən olsun, yəni ancaq x olsun, da y-ə falan ehtiyac yoxdur. Həmçinin xətti tənliyi dediyi üçün orada x-in qüvvəti 1 olmalıdır. Yəni x kvadrat, kub falan filan onlar olmamalıdır. Yaxşı, olmamalıdır deyirəmsə demək bu sıfıra getməlidir, bu sıfıra getməlidir. Onda nə edərəm? B çıx, daha doğrusu A çıx 2-ni sıfıra bərabər eləyərəm. A-nı taparam 2. Digər tərəfdən B minus 5-i sıfıra bərabər eləyib B-ni taparam müsbət 5. İndi AB-ni tapdım. Geriyə qalan tənliyim budur. AB çıx 3 x bərabər 28. İndi AB-nin yerinə tapdığım qiymətləri qoysam 2-dən 5-i eləyəcək 10 çıx 3 x bərabər 28. Yəni 7x bərabər 28. X'i də taparam buradan 4.
Məndən soruşur tənliyin kökünü tap deyir. Qutardı getdi. Cavab da olur 4, yəni A variantı. Baxırıq 17-ci suala. S çoxluğunun 6 elementli neçə ad çoxluğu var? Ümumiyyətcə sizə bir çoxluq veriləndə onun filan elementli neçə ad çoxluğu var deyə soruşanda siz istifadə edirsiniz kombinezonla. Niyə permütasiya yox? Çünki permütasiyanın onda işlədirdi ki, yerləri dəyişəndə yeni bir məlumat, yeni bir fərqli bir hal, informasiya alınırdısa. Axı, çoxluqda elementlərin yerini dəyişəndə yeni bir çoxluq yaranmış olmur, düzdürmü? İndi mənim çoxluğumda məsəl üçün deyim, ABC hərfləri varsa, mən BCA yazsam, yeni bir çoxluq yaranmış olmadı ki, hərflərin yerini dəyişə bilərəm, düzdürmü? Ona görə də çoxluq məsələləri həll olunur kombinezonla. Yəni mənim 0-dan 9-a qədər 10 dənə elementim varsa, bu olur n bərabər 10. Yəni 10 elementli çoxluqdur. Kombinezon ondan neçəni tapmalıyam? 6 element istədiyi üçün ondan 6-nı tapmalıyam. Bu da olacaq 10 faktorial bölünsün 6 faktorial vurulsun 4 faktorial. İndi 10 faktorial bunu hesablamaq, qısa hesablama qaydası 10, 9, 8, 7. Demək 4 dənə saysaq 4, 3, 2, 1. Bu şəkildə hesablayırsınız və yaxud da ki, elə normal faktorialları açıb da yaza bilərsiniz. Eləyəcək, bunlar ixtisar getsə 10, 3, 7-nin hasili 210. Cavab olacaq 210 C variantı. Sonra əlavə olaraq xatırladım mı? Gəlin xatırladım. Kombinezon n-dən k-nın hesablama qaydası belə idi. N faktorial bölünsün k faktorial. Bir də onların fərqi olan n minus k faktorial. Yəni bu da nəzərinizdə olsun. Keçək düz paralelipiped sualımıza. 18-ci suala. Nəyi soruşur bizdən? Düz paralelipipedin oturacağı diagonalları 6 və 4 cm olan romdur. Gəlin birinci şəkli çəkeyim. Aha, şəkli çəkdik. Bizə nə verib? Deyir oturacağı diagonalları 6 və 4 olan rombdur. Paralelipipedin həcmi 72-dir. İndi paralelipipedin həcminə baxaq. V bərabər. V necə hesablardı? Həcmi necə tapırdı? Oturacağın sahəsini hündürlüyə vurmaqla tapırdı. Bunu da bizə verib 72. Lap yaxşı. Deyir onun hündürlüyünü tapaq. Bunun üçün əvvəlcə S oturacağı tapmalıyıq. Gedirəm qıraqda S oturacağı tapıram. S oturacaq rombdursa, gəlin rombun diagonallarını çəkək. Çəkmək vacib deyil bu arada. Bu arada rombun diagonalları perpendikülər olurdu. Nəzərinizdə olsun. S oturacaq rombun sahəsini tapmaq deməkdir. Ona görə yazıram S romb. Rombun sahəsini necə taparam? 2-də 1, D1 vur D2 ilə. Yəni diagonalların hasinin yarısı. Ona görə 2-də 1 vurulsun. Diagonalların biri 6-dır, biri 4-dür. Buranı da eləyəcək 12. Demək, oturacağın sayısı 12-dir. Onda həcm düsturunda yerinə qoysam, yazaram 12 vur H bərabərdir 72. H da bərabər olar 6. Qutarda getdi. Olacaq D variantı. Rahat sual idi. 19-cu sualda nə iş görə bilərəm? Baxın, burada qabaqda 3-də 2, burada 5-də 3, burada da 2. Kəsirlər var deyə, gəlin kəsirlərdən qurtulmaq üçün 3 ilə 5 var axı məxrəcdə. 3 ilə 5-in əkobu 15 olduğu üçün hər tərəfi 15-ə vuraq. Baxın, bunu 15-ə vuranda nə edəcək? Yazıram 15-ə vurmaq. 3 ilə 15 ixtisara gedəcək, qalacaq 5. 2-yə də vuranda 10. Olacaq 10 dənə A fərq B. Bərabər. Burada da 15-ə vuranda nə olacaq? 15 ilə 5 ixtisara gedəcək 3 qalacaq. 3-ə vuranda da olur 9. 9 N vur B fərq A. Bərabər. Bunu 15-ə vuranda isə olacaq 30 N A kəsişmə B. İndi burada məsələ nədən ibarətdir? Baxaq görək. Birincisi bu ikisinə baxası olsaq məsələn. Sən bilirsən ki 9 ilə o zaten ixtisar olunmur. Qarşılıqlı sadədir. Onda mən deyə bilərəm də bu 9-a, bu birisi isə elə 10-a bərabərdir. Yəni A fərq B-nin yerinə, yəni bura 9 yazaram. B fərq A-nın yerinə isə 10 yazaram. Onda orta nə olmalıdır? Ortaya gəlmədən x yazaq, kəsişməyə x yazaq hələlik. Onda nə edərəm? Bir dənə diqqətlə baxaq. 9 ilə məsələn, bunların bir dənə x-nə baxsaq. Kəsişməyə x yazmışam da, düzdür. Buradan B fərq A-ya biz bayaq nə dedik? Dedik ki 10-dur. Onda 9-u 10-a vuranda 90 eləyər. Yəni bu 90-a bərabərdir. Yazaram ki 30 vurulsun. N A kəsişmə B bərabərdir 90-a. Onda A ilə B-nin kəsişməsinə düşdü 30. Daha doğrusu 30 nədir? 3.
Son olaraq kəsişmə də 3 olduğu üçün ortaya yazaram 3. Məndən də soruşur birləşməni. Yazaram ki, A birləşmə B deyir ən az neçə element var? 9, 3 və 10-u toplayaram. Bu da mənə verər 22. Daha doğrusu səhv elədim. Yox, düz elədim. 11, 12, 22 düz yazdım da. Cavab olur C variantı. Niyə ən kiçikdir bu arada? Çünki biz nisbətlə yazıq da. Onları maksimum ixtisar elədik. Məsəl üçün 9 ondan daha ondan artıq ixtisar getmir axı bir-birindən düzdür. Ona görə konkret bilirəm ki, daha K-lara ehtiyac yoxdur. Bilirəm ki, bu 9-dur, bu da 10-dur. Ondan sonra da bunun artıq 10 olduğunu biləndən sonra kəsişməni də tapmaq olur. Kəsişməni tapandan sonra da ən sonda 3-ünü toplayıb birləşməni alıram. Baxırıq 20-ci suala. Yenə də mənim şagirdlərim yaxşı bilir ki, əgər tənliklər sistemi verilirdisə və orada yeganə həll soruşulurdusa və orada hasillər filan iştirak eləyibsə ya da nəm kvadrat iştirak eləyibsə, o zaman biz nə edə bilərdik? Kvadrat tənliyə gətirməliyik və onun diskriminantını sıfıra bərabərləməliyik. Yeganə həll diskriminant sıfır olmağın deməkdir. Və nə zaman biz yeganə həlli yazırdıq A1-in A2-yə fərqlidir, B1-in B2-yə nisbəti, o xətti tənliklər sisteminə aiddir. Burada isə xətti deyil axı. Ona görə də tənliyin bir xətti olmayanda avtomatik o qayda işə yaramır. Gəlin belə bir iş görək, hər hansı bir əvəzlənmə eləyək. Məsələn, x kvadrat plus y kvadrat bərabər 3 tənliyində x kvadratını saxlayıb y kvadratının yerinə, ümumiyyətcə y-in yerinə nə qoya bilərəm? Y-in yerinə a açıq x qoya bilərəm. Onda yazaram a açıq x-in üstündə kvadrat bərabər 3. Düzdürmü? İndi burada nə edərəm? Götürərəm, sadələşdirmə eləyərəm. X kvadrat müxtəsərlə açaq olacaq a kvadrat çıx 2ax üstə gəl x kvadrat bərabər 3. Biraz daha sadələşdirsək 2x kvadrat çıx 2ax və plus a kvadrat 3-ü də sola atsam mənfi 3 olar. Çünki kvadrat tənlikdə sağdan ancaq 0 qalmalıdır. İndi ABC əmsallarını qəşəng-qəşəng görürəm. A əmsalı 2-dir, B əmsalının yerinə mənfi 2a durub, C əmsalının yerinə isə a kvadrat çıx 3 durub. Yəni sərbəst həddən danışıram. İndi diskriminantın 0 olma şərtinə görə gəlin yazaq. Diskriminant B kvadrat çıx 4ac-dir. Hesablasaq mənfi 2a-nın kvadratı çıxılsın 4 vur 2 vur a kvadrat çıx 3. Bunu sıfıra bərabər eləməliyəm. Gəlin bu tənliyi həll edək. Olacaq 4a kvadrat çıxılsın 8 vur a kvadrat çıx 3 bərabər 0. Yəni 4a kvadrat çıx 8a kvadrat plus 24 bərabər 0. Olacaq 4a kvadrat bərabər 24-ə. Yəni a kvadrat olur 6, a da olur kök altında 6. Bizdən əslində plus minus kök altındadır bu arada. Amma bizdən soruşulur müsbət qiymət. Ona görə də müsbət kökdə altın götürürük. Cavab da olur B variantı. Maraqlı sual. Davam eləyək 21-ci sualla. Bu sual kifayət qədər maraqlı sual oxşuyur. Bir də gəlin əvvəlcə mən bu şəkli çəkim. Şəkildə ABC 3 bucağı verilib. Bizə müəyyən tərəflərin uzunluqları verilib. AB 2 kök altında 5-dir. BC 6-dır. İndi burada nəyi bilməliyik? Baxın, BC budur. Mediandırsa əgər çəkilən bu AD xətti, median qarşı tərəfi yarıya böldüyü üçün demək BC-yə bu hissəyə 3-3 yaza bilərəm. Əslində o vacib deyil bu sual üçün, indi görəcəksiniz, amma yenə də eybi yoxdur. 3-3 olaraq bölürəm. Əsas odur, bütöv 6 olduğunu bilirik. Daha sonra eləyə bilərəm. Baxaq. Burada düz bucağı 3 bucaqlar yaranır. 1, 2, 3. Düz 3 dənə düz bucağı 3 bucaq yaranır. Bu 4 bucaqdır, bu heç. İndi məsələn nədir? Gəlin belə bir iş görək. Məsələn, bu düz bucaqlı 3 bucağa baxıram. Düzdür. Belə bir iş görə bilərəm. Bu düz bucaqlı 3 bucağı düz bucaq təpəsindən çəkilən medianı, təxmini baxın belə bir median. Bilməliyəm ki, hipotenuzun yarısı olmalıdır. Yəni kök altında 5. Bu mediandır. Qarşı tərəfi yarıya böləcək. Və ya bu biri düz bucağı, üst bucağı da baxa bilərdik. Fərqi yoxdur. İndi nəsə? Baxıram nəyə? Mən burada median çəkmiş oldum. Düzdür. Bax, qırmızı rəydə təkrar üstündən keçirəm. Bu medianı gəlin ən başa qədər uzadaq. Onda medianın kəsişdiyi nöqtədə təpədən başlayaraq 2-1 nisbətdə bölündüyümü bilirəmsə, əgər bura kökdə 5-dirsə, demək burada 2 kökdə 5 olacaq, düzdürmü?
Bu nöqtəyə gəlin M nöqtəsi deyək. Onda SM medianı olacaq bütöv 3 kökdə 5, düzdürmü? İndi mənim əlimdə nə var? Tərəflərdən əlimizdə var AB tərəfi 2 kökdə 5. Daha sonra BC tərəfi var 6'dır. Əlimizdə nə yoxdur? AC tərəfi yoxdur. AC tərəfində də gəlin bir dənə X deyək. İndi medianın düsturuna əsasən bir bərabərlik qura bilərəm. Necə bir bərabərlik? Medianın düsturu var idi, kök altılı olan. Bax, o düsturdan istifadə edirəm. Mən belə yazıram. Medianın kvadratı 2 median bərabərdir. A kvadrat üstə gəl B kvadrat çıx C kvadrat bölü 2. Mən bu düsturu belə yadda saxlayıram uşaqlar. Siz köklü versiya ilə 2-də 1 A kvadrat B kvadrat o olan düsturla da yaza bilərsiniz. Deməli, belə bir iş görürəm. Medianımızı bilirəm də SM. 2 vur SM-in kvadratı. Yəni 3 kökdə 5-in kvadratı bərabər. İndi bu median hansı tərəfə çəkilibsə o olur C, digər tərəflər isə AB-dir. Yəni AC ilə BC-nin kvadratlar cəmini yazmalıyam. Yazıram AC-nin kvadratını, yeni yazıram X-in kvadratı. B-nin kvadratı, yəni digər tərəfin kvadratının yerinə də yazıram 6-ın kvadratı. Çıxılsın 3-cü tərəf. Yəni 2 kökdə 5-in kvadratı böl 2. C-nin yerinə 2 kökdə 5 durur sanki. Olur 2 kökdə 5-in kvadratı böl 2. Gəlin hesablayaq. Bax 3 kökdə 5-in kvadratı eləyir 9 vur 5, yəni 45. 2-yə vuranda da 90. 90 bərabərdir X kvadrat üstə gəl 36 çıxılsın. 2 kökdə 5-in kvadratı 20-dir. 20-ni 2-yə böləndə də 10 eləyir. Olacaq 90 bərabərdir X kvadrat üstə gəl 36-dan 10 çıxanda 26 eləyir. X kvadrat bərabər olacaq 64-də. İndi X də oldu 8. Bizdən soruşurdu AC tərəfinin uzunluğu, sual hara getdi? Aha, burada. AC tərəfi onda olacaq. X demişdi yaxı. Cavab olacaq 8 B variantı. Mən bu sualı belə izah edirəm. Ümid edirəm ki, aydın oldu. Yenə də kim, nə cür istəsəm, əlavə izahlarınız olarsa, əlbəttə ki, bölüşəm, bilərsiniz. Baxaq 22-ci suala. Bu sualın əslində müxtəlif üsulları var. Gəlin sizə 2 üsul deyim. Birinci üsul ümumiyyətcə sinus 18-in qiymətidir. Sinus 18 dərəcə ümumiyyətcə çox istifadə olunan bir qiymət olduğu üçün bunun konkret qiyməti kök altında 5 çıx 1 böl 4-dür. Amma siz bunu necə tapa bilərsiniz? Təbii ki, bunu cos 72-ni əvəzləyib tapa bilərsiniz. Bilirsiniz ki, sin 18 cos 72-dir. Cos 72-nin özünə də cos 2 alfa kimi yanaşıb 2 alfa düsturuna görə çıxarmaq olur. Amma başqa nə etmək olar? Gəlin belə bir iş görək. Hardan başlayaq? Birinci dərəcə azaltma düsturu istifadə eləmək istəyirəm. Ya bunu konkret aparıb yerinə qoyub tapaz, uzun uzadı, kvadrat yüksəlt 4-ə vur, 2-yə vur, topla, axırda da üstü 2 onda 5-ə və yaxud da dərəcə azaltma düsturlarının hansını istifadə edəcəm? Sin kvadrat alfanın yerinə 1 çıx cos 2 alfa böl 2 qoya bilərəm. Ki, burada istifadə edəcəm. Və bunu istifadə edib nə yazıram? Yazıram 4 vurulsun kəsir xətti. 1 çıx kosinus 36. Sonra üstə gəl, misalın davamını yazaq. 2 sinus 18 dərəcə üstə gəl 2,5 bərabər. İndi nə edəcəm? Görək bu ifadənin qiyməti nə eləyir? Bu zaten ixtisar gedəndə olacaq 2 çıx 2 kosinus 36 dərəcə. Üstə gəl misalın davamı. Buradan da birazcıq sadələşmə eləsək, 2 2,5 gəlsə, eləyəcək bu mənə verəcək davamından yazıram. 4,5 çıxılsın. 2 vur, mötərizə xaricdən çıxarıram ki, mənim üçün daha rahat olsun. Sinus 18 dərəcə. İndi məsələ nədir? Bir dənə baxın çocuklar. Bu, düzdürmü? Bunu tapaq. Bunu da uşaqlar, bilirsiniz necə tapacaq? Məndən yaxşı bilirsiniz hansı düstur istifadə edəcəyimizi. Fərqin hasilə keçməsindən istifadə edəcəyik. Gəlin, bunu burada saxlayaq. Gedək aşağıda kosinus 36 dərəcə çıx sinus 18 dərəcəni hesablayaq.
Bunun üçün də bilirsiniz, hansı düstur istifadə edirik. Kos alfa çıx kos beta bərabərdir. -2 sin alfa plus beta bölü 2. Bir də sin alfa minus beta bölü 2 düsturundan istifadə edirəm. Qabaqda olacaq -2 vurulsun sinus. 36 ilə 18-in cəmini tapırıq. Cəminin, daha doğrusu, hə də düz deyirəm. Demək, cəminin bir saniyə, mən düz demədim. Qoy bunu 72-yə çevirək. Qoy bunu yazaq kosinus 72. Əgər kosinusa gətirmək istəyirəmsə, o daha rahat olacaq. Hə, indi nə edək? Cəmi nə edir bunun? 108 yarısı olacaq 54. Sinus 54 dərəcə vurulsun. Çıxanda nə eləyəcək? Bax, diqqətli olun. 36-dan 72 sanı -36 edir. 2-yə böləndə də -18. Vururam. Sinus deməli, -18 dərəcəyə. Haradasa mexanik səhv eləməməyə çalışıram. Sizə nəzarət edin. İndi bax, bu sinus tək funksiya olduğu üçün mənfin qarşıya çıxanda bu mənfi udulacaq. Olacaq 2 sinus 54 vur kosinus 18. Hala, gözəl. Bunu aldıq almaqla. İndi bundan o tərəfə də var hələ. Nə edərəm? Bu ifadənin istəyirəm ki, mən axırda normal bir ifadəyə gətirim. Kosinus 18 əlimə ayıqma dolaşır. Gəlin o kosinus 18-dən camımızı qurtarmaq, onu biraz böyütmək, 2 alfaya gətirmək üçün kos 18-ə vurub bölək ifadəni. Yazıram 2 sinus 54 dərəcə vurulsun kosinus 18 dərəcə. Daha doğrusu, mən səhv yazmışım, üzr istəyirəm, şurada sinusdur bu. Hə, kosinus deyirəm, amma nə danışıram mən? Hə, indi sinusa görə kosinusa vurub bölsəm, bax, belə bir iş olacaq. Sinus vurulsun kosinus 18 dərəcə. Məxrəcdə nə edirəm? Məxrəcdə yazıram kosinus 18 dərəcə. Çünki məxrəc yox idi, özümdən yazdım da bunu. İfadə hər iki tərəfin həm sürət həm məxrəci kosinusa vurub böldüm. İndi bu eləməkdə məqsəd nədir? 2 sinus 54 dərəcə qalır. Bu mənə nə isə verir. Hətta belə eləyək də sizin üçün. İkini də saxlayıram. Baxın bir dənə. Diqqətlə baxın. 2 sinus 18 dərəcə. Bir də kosinus 18 dərəcə. Bunların hasili, bu üçün hasili mənə nə verir? Sin 2 alfanı, bəli. Yəni sinus 36-nı verir. Yanında da bir dənə sinus 54 var, onu unutmayaq. Bölməliyəm kosinus 18 dərəcə. İndi bir məsələ var. Burada nə edəcəm? Burada da sin 54-ün yerinə kos 36 qoya bilərəm. Gəlin belə eləyək. Sin 36 qalsın. Bunun yerinə qoyuram kos 36. 90-dan 54 çıxanda 36 edir. Bölünsün sin 18. Biraz uzun gedə bilər, amma zaten blok sualda, yəni nə gözləyirsiniz ki? İndi bu sürətə bir dənə fikir ver. Sürətin ikisi olsaydı, sinus 72 verərdi. İkisi olsaydı. Demək o sinus 72 deyil, sinus 72 dərəcənin yarısıdır. Məxrəcdə də bir dənə sinus 18 dərəcəmiz var. Daha doğrusu kosinus 18 dərəcə. Mən niyə görə kosinusun yerinə sinus yazıram hər dəfə? Hə. İndi yekun olaraq bu nə deməkdir? Sinus 72 dərəcəni 2 kosinus 18 dərəcə bölmək deməkdir. Məndən yaxşı bilirsən ki, sin 72 kos 18-dən eyni şeydir. Onlar ixtisar gedəcək, qalacaq 2-də 1. Yəni 0.5. İndi bu 0.5 nəyin qiyməti idi, bala? Bax, bu mötərizən qiymət deyildi, 0.5. İndi yekunda qaydaram yuxarı, yerinə qoyaram. 4.5 çıxılsın, 2 vur 0.5. 4.5-dən çıxaram. 2.5-i 2-ni 0.5-ə vuranda eləyir 1. Cavab da olacaq 3.5. Yəni C variantı. Prosesi aşağıda detallı izah eləmişəm. Ümid edirəm aydındır. Digər yolda dediyim kimi bunu qoyub hesablamaq olar. O belə daha deyərdim ki, sevməyəcəyiniz üsullardandır. Növbəti sualımıza baxaq. Nə deyir növbəti sualda? 23. Çevrədir. Deyir ki, ADS 150 dərəcədir. ADS haradır? Bu bucaq. Bu bucaq 150 dərəcə imiş. Sonra nəyə verib? B bucağını 70 dərəcə verib. Bura 70'dir. ASD-ni soruşur. ASD. Aha, buranı soruşur. Bu qırmızı bucağı soruşur. Baxaq görək nə etmək olar. Deməli, mən bilirəm ki, əgər buranın 150, buranın 70 veribsəm, birincisi, AC qoysa olar 140. Çünki
ABC bucağı daxilə çəkilən bucaqdır. Ona görə söykənlik ölçünün yarısı olmalı. Yaxşı. Buradan D ilə C-ni birləşdirsəm. D ilə C-ni birləşdirsəm. Bir üçbucaq alaram. Bu AOC üçbucağı olacaq bərabər yanlı üçbucaq. Gəlin şəkili burada çəkeyim. Bunu birləşdirəndə nə alındı? Bərabər yanlı üçbucaq. Kənardan da yazıram. Üçbucaq AOC bərabər yanlıdır. Əgər bərabər yanlıdırsa, onda oturacağını bitişik bucaqlar eyni olmalıdır. Yəni bu bucaq nədirsə, bu bucaq onunlandır. Nə gözəl. İndi mən nə edərəm? Bəs bu əgər 140 dərəcə verilibsə AC qövsü, onda bucaq AOC, AC qövsünün yazıram. Qövs AC-nin yarısı olar. Yəni 70 dərəcə. Yarısı nədir üzr istəyirəm uşaqlar? Mərkəzi bucaqdır. AC qövsünə bərabər olar. Yəni olar 140 dərəcə. İndi bura 140 yazsam, onda oturacağı bitişik bucaqları tapa bilərəm. Bilirəm ki, 180-dən 140 çıxıb aldığım cavabı 2 hissəyə bölsəm, hərəsini düşəcək 20-20. Demək, A bucağı 20-dir, C də bütöv 20-dir. Amma mənə lazım olan C-nin sadəcə bu hissəsidir. Məndən sadəcə bu soruşulur. Şərtə bir daha baxsaq, görərik ki, ACD bucağı soruşulur. Onda bucaq ACD-ni tapmaq üçün nə edərəm? Bilirəm ki, burada bir üçbucağım var. Söhbət ADC üçbucağından gedir. ADC üçbucağının bir bucağı 20, bir bucağı 150-dirsə, üçüncü bucağı, yəni ADC bucağına da 180 çıxılsın. Həmin 20 ilə 50-nin, 150-nin cəmi qalar. Yəni bucaq ACD olacaq. 180-dən 170 çıxacaq 10 dərəcə. Cavab olacaq 10 dərəcə. Baxırıq 24-cü suala. Olarsa bu ifadənin qiymətini tapmaq tələb olunur. Gəlin belə bir iş görək. Kök altında A-nı atıram, daha doğrusu saxlayıram solda. A-la 5-i atıram sağa. Olacaq 5 çıx A. İndi hər iki tərəfi kvadrata qaldıraq. Olacaq A bərabərdir. Bunu da müxtəsərlə açası olsam 25 çıx 10A üstəgəl A kvadrat alaram. Yəni, indi mən nə edə bilərəm? Buradan A kvadrat bilirəm ki, A-nı bu tərəfə keçirsəm, çıx 11A eləyəcək. 25 də bu tərəfə atsam, mənfi 25 eləyəcək. Yəqin ki, bundan razıyıq. Məndən soruşulur nə? Soruşulur A kvadrat çıx 11A üstəgəl 33. Mən aldım ki, bu ifadənin yerinə mənfi 25 qoya bilərəm. Onda, bax, bu ifadənin yerinə mənfi 25 qoysam, üstünə də 33 gəlsək, cavab olacaq müsbət 8. 25-ci sual həndəsi silsilə sualıdır. Bizə deyir ki, M10, M-15 həndəsi silsilənin hədləridir, ilk üç hədləridir. Bir də silsilə vuruğu deyir mənfidir. Lap yaxşı. İndi nə edərəm? Həndəsi silsilədə ortada duran hədd digər iki həddin həndəsi ortasıdır. Yəni ortada duran həddin kvadratı sağ solundakı həddlərin hasili olmalıdır. Həndəsi ortada da orta həqiqət ədədlər bölməsinə keçilib. Onda buradan alaram ki, bunu vurub açsam, M kvadrat çıx 15M bərabərdir 100-ə. İndi çıx 100 bərabər 0 yazıram ki, buradan Viet teoreminə görə həll eləyib kökləri tapaq. Vietə görə köklərin cəmi müsbət 15 olmalıdır. Köklərin hasili isə mənfi 100 olmalıdır. Buradan M1 ilə M2-ni tapa bilərəm. M1 olacaq 20, M2 də olacaq mənfi 5. Düzdürmü? İndi məndən nəyi soruşurdu? Bu M-lər nədir? Bu M-lər hədlərdir də, düzdür. Mən hər iki M-i yoxlamalıyam. Görüm hansında onun dediyi kimi silsilə vuruğu mənfi olacaq. M1 bərabər 20 olarsa, onda mən ilk üç həddim necə olacaq? 20, 10, M çıx 15-də 20 çıx 15, yəni 5. Burada nə müşahidə eləmiş olam? Hər dəfəsində 2 dəfə azalıb. Yəni 2-də 1-ə vurula gedib. Yəni burada Q olub 2-də 1. 2-də 1 də axı 0-dan böyüdür, müsbətdir. Yəni şərtimi ödədimi? Yox. Amma mənfi 5 kökün qoysam, onda olacaq birinci həddim mənfi 5, ikinci həddim 10, üçüncü həddim mənfi 20. Burada neynədir? Mənfi 2-yə vura gedir. Yəni Q olur mənfi 2. Yəni mənfi olduğu üçün, 0-dan kiçik olduğu üçün bu ikinci yazdığım ödəyir. Yəni bu ödəyir
Amma birincisi ödəmirdi. İndi yekun olaraq nə istəyir məndən? Deyir ki, həndəs silsilən 6-cı ədədini tapın. Yəni bizdən istəyir B6. B6-nı tapmaq üçün B1-i Q üstü 5-ə vuraram. B1 birinci ədədim dedik ki, -5-dir. Olacaq -5 vurulsun. Q nədir bəs? -2. Yəni -2-nin üstündə 5. Olacaq -5 vurulsun, -32. Cavab deyiləyər müsbət 160. Bitdi, getdi. Növbəti sualda tənlər sistemindən x, y cəmini tapmaq tələb olunur. Gəlin belə bir iş görək. Birinci tənliyimizi sadələşdirək. Hər iki tərəfi neyniyək? 2x, y-ə vuraq. Ya da orta məxrəcə gətirə də bilər. Fərq yoxdur. Yəni eyni söhbətdir. Hətta orta məxrəcə gətirək sizin xətrinizə. 2x, y eləyək. Orta məxrəc 2x, y isə bunu gərək x-a vurum, bunu gərək y-ə vurum. Olacaq x kvadrat plus y kvadrat bərabər 1. O birisi tənliyi hələ keçin eləmirəm, olduğu kimi saxlayıram. İndi neyniyərəm burada? Birinci tənliyi çarpaz burası olsam, belə bir ifadə alacağım, düzdürmü? Mən bilirəm ki, kvadratlar cəminin yerinə əslində köməkçi müxtəsər düsturunu qoya bilərəm. Və yaxud da bu 2x, y sol tərəfə atası olsam, çıx 2x, y eləyər, bərabər 0 alınar. Bu da mənə verir x minus y-in mötərizə kvadratını. Sən demə x çıx y 0 imiş, sən demə x, y bir-birinə bərabər imiş. İndi, bu əvəzləməni aparıb qaytarıb qoyuruq birinci tənlidə yerinə. Yəni, 3y çıx x bərabər 4 tənliyində x-in yerinə y qoyuram. 3y çıx y bərabər 4. 2y bərabər 4 tənliyindən y-i alarıq 2. Zaten x də y-ə bərabər olduğu üçün o da 2 olacaq. Məndən soruşulurdu yekunda x, y cəmi. Olacaq 2 plus 2 bərabərdir 4. Cavab oldu 4. Keçək növbəti 27-ci suala. Çoxbucaqlılar bölməsinə aiddir. Diaqonallarının sayı tərəflərinin sayından 18 vahid çox olan. Diaqonalların sayı hansı düsturla tapılırdı? Biri var idi, bir təpədən çıxan diaqonallar. Bir də var idi ümumi diaqonalların sayı. Bir təpədən çıxan n-3-dür. Amma diaqonalların sayı deyəndə n-3-ü n-ə vurub 2-yə bölürdük. İndi mənə də deyir ki, bu ifadə, yəni diaqonalların sayı tərəflərin sayından 18 vahid çoxdur. Yəni n-dən n tərəflərin sayını göstərir. Həm tərəf, həm təpə, həm bucaqların sayı hamısını n göstərir. n plus 18. N-dən 18 vahid çox olmaq demək bu deməkdir. Deyir, bir təpəsindən çıxan diaqonalların sayını tapın. Yəni, məndən ən axırda n-3-ü soruşur. Əvvəlcə n-i tapmalıyam bunun üçün. Gəlin, çarpaz bıraq. N kvadrat çıx 3n bərabərdir. 2n üstəgəl 36. Hər şeyi bir tərəfə atsaq, sol tərəfə atsaq, sağda ancaq 0 saxlasaq, belə bir ifadə alaram. İndi heç nə. Viet teoreminə görə bilirəm ki, köklərimin cəmi olmalıdır müsbət 5. Köklərimin hasili isə olmalıdır -36. Bu da o deməkdir ki, birinci kökümün biri 9-dur, o birisi kökümdə -4-dür. Təbii ki, neyniyərəm? N burada əlbəttə ki, tərəf sayını göstərdiyi üçün mənfi ola bilməz. Ona görə də n-in 9 qiymətini götürəcəm. N 9-dursa, məndən də soruşur axırda bir təpədən çıxan diaqonalların sayı. Bu da dediyim kimi, bayaq da dedim, bir təpədən çıxan sözü görürəmsə n-3-dür. 9-dan 3 çıxaram, cavab olar 6. Bitdi, getdi. Baxıram inteqralıma. Müəyyən inteqraldır. Əgər sərhədlər verilibsə müəyyən deyirik, sərhədlər yoxdursa qeyri-müəyyən deyirik. Deməli, bunu necə hesablayarıq? Əvvəla baxıram ki, sürətdə nələrsə var. Gəlin belə bir iş görək. İntegral pi böl 2 və o birisi nədir? Pi böl 3. Bunu yazıram hələ ki. Biraz sadələşdirək sürətdə. Məsəl üçün, neyniyə bilərəm? 1 çıx cos 2x-in yerinə mən 2 sin kvadrat x yaza bilərəmmi? Bəli. Çıx sin 2x. Bunu eləməkdə məqsəd nədir? Ancaq sindən ibarət qalsın istəyirəm. Bu belə oldu. Sin 2x-i də zaten növbəti mərhələdə açarıq. Məxrəci hələ ki olduğu kimi saxlayıram.
sin x çıx cos x bərabər. Diqqətlə baxın, çətin bir şey yoxdur. Sərhədləri olduğu kimi yazalım. Sərhədləri inteqralı tapandan sonra ən axırda eləyəcəyik. İndi 2 sin kvadrat x qalsın. Sin 2x-i bilirəm də necə açmaq lazımdır. 2 sin x cos x. Yazıram. 2 sin x cos x. Bu şəkildə açsam bərabər. Yenə sərhədimi yazıram. Sürətdə sin x-i çıxarsam mötərizə xaricinə, daha doğrusu 2 sin x-i çıxara bilərəm. Qalacaq sin x çıx cos x. Düzdürmü? Biraz uzaq görənlik lazımdır, amma bu da praktikadan asılıdır. Heç kim doğuşdan belə idealı doğulmur. Bu sizdən asılı olan bir şeydir. İndi burada məndən yaxşı bilirsiniz. Bunlar ixtisar gedir. Nə qalır? Qalır 2 sin x. İndi 2 sin x, üzr istəyirəm, mən bütün proses ərzində dx-ləri yazmayı unutmuşam. Ən vacib şeylərdən biri. dx. dx-ləri yazmaq vacibdir. dx yazdıq yanında. İndi nəyi göstərir? Biz burada nə etməliyik son olaraq? Bunun integralını tapmalıyıq, ən axırda sərhəddən qoymalıyıq. Gəlin qıraqda integral 2 sin x dx-i tapaq. Qeyri-müəyyən integral kimi tapaq, ən axırda sərhəddən qoyarıq. Sinusun integralı eləyir mənfi kosinus. Qabaqda 2 var. Sinusun da integral mənfi kosinus eləsə, olacaq mənfi 2 kosinus x. Ona görə də bunu nəzərə alsaq, davamı prosesin necə olacaq? Mənfi 2 kosinus x ifadəsində bir dəfə pi bölü 2-ni, bir dəfə isə pi bölü 3-ü qoyursan və onlar bir-birindən çıxırsan. Bax, olacaq belə bir şey də elə bil. Mənfi 2 kosinus bir dəfə pi bölü 2. Buradan aldığın cavabdan çıxırsan mənfi 2 kosinus pi bölü 3'ü. Niyə mötərizdə yazdım? Mənfiyə görə mötərizdə yazdım. Gəlin belə bir iş görək. Bunu biraz daha aşağı ataq. Olacaq bərabər. Baxın, mənfi 2 kosinus pi bölü 2. Pi bölü 2 nədir? 90 dərəcə. Kosinus 90 dərəcədə zaten 0 alır. Ona görə bunun heç bir mənası yoxdur. Düzdürmü? Bərabər. Ona görə sadəcə bu qalacaq. Mənfi də mənfiyə deyəndə müsbət olur. Olur 2 kosinus pi bölü 3. Pi bölü 3 60 dərəcədir. Kosinus 60 dərəcədə də 2-də 1 alır. Olur 2 vur 2-də 1. Cavab olur 1. Bitdi. Ona görə deyirəm, həll eləyə bilməyən də sual. Cavabı yazın, bir qutarsın, getsin. 29-cu sual ehtimal sualıdır. Görək nə deyir bizə. Bizə bir çoxluq verib, 1-dən 5-ə qədər elementlər var. Deyir, çoxluğun elementləri arasından təsadüfi seçilən ikisinin cəminin 7-yə bərabər olma ehtimalını tapın. Aha, 2 dənəsini seçirəm və 5 dənə də elementim var. Demək, kombinizon 5 dənədən ikisini seçdiyim üçün bu mənim olacaq mümkün hallarımın sayı. Gəlin hətta belə eləyək də. P bərabər birbaşa yazaq. Kombinizon 5-dən 2-ni yazaram məxrəcdə. Çünki bütün mümkün hallar budur. 5 dənə element var. Mən onların ikisini seçirəm. 5-dən 2. Bəs əlverişli hal nədir? Cəminin 7 olması istəyir. Qıraqda yazıram. Görək cəmi 7 olan hansılardır bunların içində? Hansı cütlüklərdir? 2 ilə 5 götürə bilərəm. Düzdürmü? 2 və 5. Bundan başqa nə götürə bilərəm? 3 və 4 götürə bilərəm. Düzdürmü? Çoxluqdur da, nə də olsa. Elementlərin yerini dəyişəsi deyiləm ki, 5 ilə 2-ni, 4 ilə 3-ü ayrıca hal kimi götürmürəm. Yəni, bu 7 dənə, cəmin 7 olma şeyi neçə dənə hala bərabər oldu? 2 hal. Əlverişli halda 2-dir, sürəti də yazaram 2. Kombinizon 5-dən 2-ni hesablayanda belə hesablayırız. 5 vur 4 bölü 2. İndi hesablanma qaydasını göstərim. 5 faktorial bölünsün. 2 faktorial vurulsun. Onların fərqi olan 3 faktorial. Belə bir iş görək. 5 faktorial, 3 faktorial vur 4 vur 5-dir. Düzdür. Mən bayaq şifahidə edim. Düşündüm ki, birdən problem yaşayarsınız. Ona görə təkrar ətraflı izah eləyirəm. Bərabər. 3 faktoriallar ixtisar gedər. 2 bölünsün. 4 vur 5 bölü 2. Yəni 2 bölünsün 10. Ehtimalı istəyirdi, cavab olacaq 0,2.
Bu mənim yekun cavabım. Gəldik, çıxdıq isbat sualına. Baxırıq isbatımıza. Bərabər tərəfli üçbucağın daxilindəki istənilən nöqtədən tərəflərə qədər olan məsafələrin, məsafə bildiyin ki, həmişə perpendikulyar olur, cəmi onun hündürlüyünə bərabərdir. Bəli, belə bir qaydamız var idi və deyirdik ki, bu blokda istifadə olunan blok suallarında özünü göstərən qaydalardandır və bunu necə isbat edirik? Gəlin baxaq. Daxilində bir dənə nöqtə götürürəm. Məsələn, olsun, tən ortada olmaq zorunda deyil, harda olur olsun. Məsələn, buradan bir dənə nöqtə götürdüm, düzdürmü? Gəlin hətta biraz eybəcər yerdən götürək. Hə. İndi bu nöqtədən tərəflərə qədər məsafələri çəkirəm. Baxın, məsafəmin biri budur. Məsafə birliyi perpendikulyar olmalıdır. Digəri budur. Biri də olsun bu. Düzdür. İndi burada nə yaranır? Diqqətlə baxsaq, mən istəyirəm belə bir iş görüm. Qırmızı xəttlərlə həmin figurumuzu, bütöv üçbucağımızı 3 dənə üçbucağa ayırıram. Hansı ki, elə bir üçbucaq yaratmalıyam ki, o çəkdiyim hündürlüklər həmin üçbucağın hündürlükləri olsun. Düzdürmü? Onda burada 3 dənə üçbucaq yaranmış olur. Gəlin adlandıraq üçbucağımızı ABC olaraq. Ortadakı nöqtəyə də bir də O nöqtəsi deyək. Onda mən bütöv üçbucağımın sahəsi, yəni S üçbucaq ABC-ni tapmaq üçün nə etməliyəm? S üçbucaq AOB ilə toplamalıyam. S üçbucaq AOC-ni, bir də S üçbucaq BOC-ni, düzdürmü? Gəlin bu qaydanı tətbiq edək. Mən nəyi bilirəm? Tərəf nə idi? Tərəf A-dır. Bütün tərəflər burada hamısı A-dır. A. Tərəflərin hamısına A yazırım. İndi mən bütöv hündürlüyüm özü. Gəlin bir dənə H-la işarə eləyək. Bərabər tərəfli üçbucağın özünü bir dənə H-la işarə eləyək. Onda SABC-nin yerinə nə yazaram? 2-də 1 AH düsturuna görə 2-də 1 vur A, vur H yazaram. H-ı bir dənə böyük H-la yazaq, o birlərdən fərqlənsin. AOB. İndi bax, bu məsafələr var ya, göy məsafələr. O məsafələrin də hər birisindən birinə H1, birinə H2, birinə H3 deyək. İşimiz asanlaşsın. Onda yazaram, AOB üçbucağın sahəsinin yerinə nə yazaram? 2-də 1 A vur H1. AOC-nin yerinə də eyni qayda ilə 2-də 1 A vur H2. Və son olaraq 2-də 1 A vur H3. Düzdürmü? İndi hamısından 2-də 1 A-nı mötərizə xaricinə çıxarsaq, baxın, belə bir ifadə alınacaq. İndi siz imtahandasınızsa, təbii ki, bütün mərhələləri addım-addım qeyd eləməlisiniz. Çünki nə isə ötürəndə o sizin üçün nöqsandır. Yəni, ətraflı yazmadığınız göstərir. Hər tərəfi 2-də 1 A-nı ixtisara aparsaq, H bərabər olacaq həmin balaca H-ların, balaca hündürlüklərin, yəni balaca məsafələrin cəmi. Beləliklə də isbatımız tamamlanmış olur. Nəyi almış olduq biz? Son olaraq da baxın. Aldıq ki, üçbucağın hündürlüyünə bərabər imiş o məsafələrin cəmi. Düşünürəm ki, ən rahat yol budur. Başqa isbat yolları alınsa gələrsə, mütləq sizdə bildirməkdən çəkinməyin. Beləliklə, sınaq 2-mizin də sonuna gəldik. Ümumiyyətcə, hər hansısa bir sualınız olarsa, PDF-ləri əldə eləmək istəsəz və s. nə problem olarsa, mütləq şərh bölməsində yazmağı unutmayın. Hələlik.